Yeni bir gündən hamıya salamlar. Bugün günümüzə fərqli başlamışıq. Murat, nə tərsən? Bir şey oğlan. Burada değiller, el katını unutmuyor. Sən də dünən də? Tamam değil. De Like atmayı unutmuyor. Like basmayı unutmuyor. Hı? Hə, yandır. Burada bağları. Yorğun bir gündən hər kəsə bir daha salamlar. Axşam tortum var idi. Onları hazırladıq gülü ilə. Biri budur. Gəlib götürəsidilər. Axşam bəzi şeyləri yerləşdirdim. Xaladenikə qoyasıları yerləşdirdim. Qalanları qaldı. Bu arada deməyi unutdum. Qardaşım gəldi bizə. Xarab olanları süddü, ətdi, nə bilim belə şeyləri qatıqdı. Bunları yerləşdirdim. Bunlar qaldı. Çünki gecə-gecə gəlib çıxmışdılar. Hələ qabaq otaqda da doldu. Qızlar sizə rayon göyü göstərim necə olur. Keçən səfər göstərmişdim də bizimkinin içərisində 3 dənə idi. Buranın 3 dənəsi oranın 2 dənəsinə bərabər idi. Mama belə hərəsindən 2 dəstə göyərti alıb qoyub, digərləri haradaydı bilmirəm, qoydum onu soyuducuya, onu da nəyinsə üstünə qoymuşdu. Belə yumurtalar göndərib, qəşəng rayon yumurtaları. Alma var, bunları gətirdim, qabaq otaqdaydı, gətirdim, bunları yerləşdirim, qalmasın ortalıqda. Buralara da biraz əl gəzdirmişəm. Demək olar ki, təmizdir. Evdə uşaq olanda elə də təmiz olmur əslində. Yəni, bacardığımız qədər təmizdir. İnci hazırlıqdan gəldi. Murat səhər yemək yeməmişdi. Elə də çay içmişdi. Onlara yemək vermişdim. Belə, tortun hazırlanmasını tam olaraq çəkə bilmədim, amma çəkmişəm. Sıvanmasından çəkdim, sonra bəzəklərindən çəkdim. İnşallah onu da qoyaram. Videonun axırına baxarsınız dedim. Açılış eləməmişəm. Bir dənə açılış eləyim. Arxası gələr. Bura baxın. Neçə illərdir mən belə mənzərə görmürəm. Baxdıqca xoşuma gəlir. Banuşumun cehizləri. Belə deyim də, Banuşumun cehizləri. Hamısını yığmışam bura. O dəzgahın üstünü təmizləyəndə. Beləcə qızımın, bu da peçenyasıdır. Bu peçenyadan yiyir. Biz cici bəbə yedizdirirdik həmişə. İndi deyirlər, cici bəbə zərərlidir. Nəsə, onun tərkibi deyir, adi peçenyanın tərkibi kimidir. Həkimlər bunu məsləhət görüb, bundan verir. Maması 5 ay üstüdür bu da. İçərisi də belə. Tam görünmür. Belə peçenyalardır. Qızım da yatıb, yatıstırdım onu. Qardaşım birinin işi var idi, şəhərə çıxdılar. Bir təri yatızdırdım, tərgimişəm. Yadımdan çıxıb, uşaq yatızdırmaq, uşaq yedizdirmək yadımdan çıxıb. Deyirəm, yox, mənlik deyil, məmşilərim maşallah olsun. Birinin 17 yaşı var, birinin 14 yaşı var, böyük uşaqlardır. Dedim, bir dənə vlog başladım, arxası gəlsin. Burada da qızıma manlı pişirmişəm. Neçə illər idi pişirmirdim. Qalxanda verəcəm inşallah. Belə. Dünənki hazırlıqlardan da hazırlaşma vlogunu da çəkmişdim. İnşallah onu da paylaşacağım. Tortu da sizə tam göstərmədim. Tortumuz da belə bu şəkildədir. Saat 13-ün demişdilər, gəlib götürərik. Yəqin ki, gələrlər. Xəstəxana çıxışı tortudur. Bir dənə də bu həkimə hədiyyə olaraq verəcəklər bu tortdu. Qardaşım maşından çıxardıb bir bunları hara gəldi qoyub, hələ də yerləşdirirəm, tam qutarmamışam. Bu gülüm də solur. O gün baxdım, yarpaq tökən vaxtıdır, dincələn vaxtıdır. Bu aylarda deyir, yarpağını tökür, sonradan yenidən təzə yarpaqlar çıxır. Baxıram, mən də saralıb ucu. Bunları da yerləşdirim. Pomidor göndərib mama. Pomidor, biber, badımcan göndərib, qarışıq. Yenə pomidor. Bunlar üçün gərək acı biber alım. Uşaqlar bunu acı biberlə xoşlayır.
Bunları da yerləşdirim. Neçə gündür hələ tam bunları yerləşdirib qutara bilməmişəm. Hərəsi bir tərəfdədir deyə. 8 mart üçün sifarişlərim var idi. Evdə də bəzi əksik gərəkliklər var idi. Dedim elə gedək Brenti alım. Mənə nə lazımdır? Burada da endirimlər var idi xanımlar. Onları sizin üçün çəkdim biraz, çəkə bildiyim qədər. Tayqa marketə getmişdik. Binəqədi şosesində yerləşir. Həmişə demək olar ki, bura gəlirik. Dediyim kimi, əsas mənim gəlmə məqsədim tort ləvazimatlarım qutarmışdı. Gəldim, burada da neçə gündür orucluyuq. Paxlavanı gördüm. Dedim, biraz paxlava götürüm. Türk paxlavası. Kilosu da 11 manat 50 qəpik idi. Qızlar, bu mənim istifadə elədiyim mayonezdendi. Adını tapa bilmirdim. Çox superdi. Meçdadır, bizim tarladır. Heç nədir bunun yanında. Həm qatılığı, həm yağlılığı çox gözəldir. Burada da digər məhsullar endirimə düşmüşdü. Dedim elə, onları da çəkim sizin üçün. Nəm salfetkalar endirimə düşmüşdü. Mən o gün belə bir salfetkanı 6 manata almışdım. Burada 3.59'du. Sliplər də var idi. Sliplər də 6 manat idi. 8.55'dən 6 manata düşmüşdü endirimə. İnci konfet istəmişdi. Gəldik ki, onun üçün istədiyi görək konfeti tapa bilirikmi? Əslində tapdıq, aldıq, amma ki, əvvəlki effekti yox idi konfetin. Biz ona turşu konfet deyirik. Lavaş kimi olur konfetlər. Ondan aldıq. Biraz bu konfetdən götürdük turşuluğuna görə, amma elə də turşuluğu yox idi. Deyəsən, bunun da tərkibini dəyişdiriblər. Sonra belə Türk paxlavası götürdüm. Bu da qəşəng dadıydı, çox super idi. Özlərinin təndiri var, orada hazırlayırlar. Pesok götürdüm belə 2 kilo, 2 kilo. İlk dəfə idi belə masalka götürürdüm 99 qəpiyə. Pis deyil. Sonra vanil qabartma götürdüm. Falqa götürdüm. Yoldaşım imsak üçün isti təndir çörəyi götürdü. Ümumiyyətlə isti çörəyi sevməyən varmı görəsən? Yenə vanillər, mamamın göndərdiyi karalyok quruları çıxdı. Sonra yumurta götürdüm. Nə az, nə çox, biraz abartmış ola bilərəm. 60 dənə yumurta götürmüşdüm. Düzdür, onun hamısını işlətmədim. Evə də qaldı. Günortaya yemək hazırlayıram. Sobada toyuq qızardacağam. Üzərinə tomat tökdüm, bir xörək qaşığı. Gülü istotlu yeyə bilmir deyə hər zaman qaşıq-qaşıq istot tökməyimə baxmayaraq bu səfər istot tökmədim. Yağ tökdüm sadəcə, sarı kök tökdüm, bir də ki duzdan istifadə elədim. Həm də ki Banuya veririk deyə eyni zamanda ona görə də tökmədim ki kartofundan əzib onu da yedizdiririk. Mayonez əlavə edirəm də istot tökmədim deyə əlimə nə keçdisə əlavə hamısından vurdum ki dadlı olsun. Çünki mənə elə gəlir ki, yeməyi dadlı eləyən istotlarıdır. İnansız evdə 3 cür istot olanda 3 cüründən də tökürəm. Amma bu səfər tökmədim deyə başqa hər şey vurdum. Uşaqlar orada oturub telefona baxır. Bu da mənim balaca qızım Banum. Burada özü üçün uzanıbdır. Bu arada xanımlar, videolarımız çox zəif izlənir. Baxışlarımız da zəifdir. Bəyənmələr də zəifdir. Videonu bəyənsəz, bir də ki, yaxınlarınızla paylaşsaz sevinərəm. Statistikamız qalxar ən azından. Yeməyim hazırdır xanımlar. Altından kartof doğradım, biber doğradım. Üzərinə pomidor sosu tökdüm. Üzərindən ətləri düzdüm və 2 tərəfli qızartdım. Gördüyünüz kimi çox ləzzətli görünür. Tortlar üçün şokolad sosu hazırlayıram. Dedim sizə də çəkim, neçə vaxt çəkmirəm. Resepti də göstərmək istədim. Elə ustalar olur, nəyisə gizlədirlər. Düzdür, xəttim yaxşı deyil, amma yenə də özünüzü məcbur eləsəz oxuya bilərsiniz. 4 stəkan süd var, 1 stəkan su var, 3 stəkan pesok, 4 xörək qaşığı, dolu xörək qaşığı un, 2 xörək qaşığı kakao. Bunları əridirik, qarışdırırıq. Əriyəndən sonra 50-60 qram yağ əlavə edirik. Bir də ki, sizdəki şəhər südüdürsə 5 stəkan süddən istifadə eləyin. Suya ehtiyac yoxdur. Məndə kənd südü olduğuna görə 1 stəkan su qatıram. Çünki onun yağlılığı daha çoxdur. Şəhər südlərinin özünüz də bilirsiniz ki,
o tərkibinə onsuzdan onu su qatırlar, yağlılığı az olur. Ona görə elə onu süddən istifadə eləsəz yaxşıdır. Birinci qatı məhsulları qarışdırdım. Pesoku, kakaonu, unu qarışdırdım bir-birinə. Üzərinə də suyu əlavə elədim ki, içərisində poturcuqları qalmasın. Birinci onları bir-birinə qarışdırmadan südü tökəndə kakao içərisində yumru topçuq şəklində qalır. Belə qızlar qoyuram odun üzərinə, qoyacam daha doğrusu. Əlimi dayandırmadan bişirəcəm. Bişirib qurtardıqdan sonra da isti-isti üzərinə yağını əlavə edib qoyacam soyumağa. Mən burada 2 litr südün, daha doğrusu 2 porsiyalıq hazırladım. Siz elə çox istifadə etmirsinizsə, elə ancaq reseptdəki qədər hazırlaya bilərsiniz. Mən resepti 2-yə vurdum. Məsəl üçün 4 stəkan süd əvəzinə 8 stəkan süddən istifadə elədim. 2 stəkan su tökdüm. Belə bu şəkildə hazırladım sosumu. Artıq qalanını da qablara yığıb buzluğa qoyacam. Orada istifadə edəcəm. Stəkanlarda saxlayıram. Elə istifadə edirəm. Siz elə mənim verdiyim reseptlə hazırlayın. Mən onun 2 qatını hazırladım. Məsəl üçün 8 stəkan süd, 2 stəkan su, 6 stəkan pesok. Mən belə hazırladım. Hamısını 2-yə vurdum, hazırladım. Amma siz normal qaydada hazırlaya bilərsiniz. Onunla da bir 3 dənə tortu bəzəyə bilərsiniz. Bəzəmək deyəni, yəni arasına sos kimi istifadə edə bilərsiniz. 5 stəkan südün sosundan, yəni 3 dənə tort bəzəmək olar. Bir də dayanmadan bunu da qarışdıra pişirəcəm. Pişdikdən sonra da içərisinə yağ atacam. Qoyacam soyusun, hazırdır. Qızlar, biskvitin gözəlliyinə baxın. Hələ biraz buradan axıdıb deyə tam şişməyib. Amma görünür yəqin ki 10 yumurtanın biskvitini çaldım bir səfərə, 2 yerə böldüm. Buna biraz çox tökdüm, buna biraz az tökdüm. Çünki bunun şeyi balacadır deyə. Qəşəng şişdi. Pişirdim, çıxartdım. Arkada da yenə mikser işləyir. İnşallah səsim sizə yaxşı gəlir. Heyif bu axıtmasa buradan biraz daha şişərmiş. Olsun, amma belə də qəşəngdir. Gözəl alınır. Bizdə yumuşaq, hələ istidir deyə tam əlimi vurmuram. Baxın. Şokolatı bişirdim. Son halında sizə göstərim. Baxın. Şu qatılaşıb. Tam tökülmür qaşıqdan. Qaldıqca da biraz daha qatılaşacaq. Ona görə çox elə qatılaşdırmadım. Belə. Burada da yağımız. Yağı qoymuşam. 115 qramdır deyəsən. Məndə 2 porsiya deyə 115 qramdır. Yəni siz 50-60 qram arası ilə 60 qram vursaz yaxşı olar. Buralarda hər yer dar dağınıq, töküntü, çünki bişirirəm bürüdüdən. Ona görə buralarda belə pis gündədir. Bir aləm işim var, ona baxmayaraq gəldim azadlığa. Kotlə vazmatlarına gidəsiyəm. Elə şeylər var ki, onu yoldaşım ala bilməyib. Məsəl üçün şanti plastikdə yoxdur. Bulubeyanın şantisi. Ona görə gəldim. Gəlmişkən dedim burada bir baxım. Limanatlıq mağazı. Konduyoruz en ben oynalı. Bırak girmeye satayım olur.
1 manatlıq mağazalarda gördüyünüz kimi Novruz aksesuarları gətiriblər. Sonra belə üzüklər var, uşaqlar üçün broşkalar var. Gördüyünüz hər şey 1 manatdır. Burada əlavə bir qiymət yoxdur. Qolbaqlar var. Keçdim içəri tərəfə. Burada da broşkalar var. Makyaj malzemələri var, dırnaqlar var. Demək olar ki, axtardığınız hər şeyi tapa bilərsiniz. Yəni belə içərisində hər şeydən var. Əsli olmasa da paddelkası deyim, yoxsa serakopyası, nəsə belə bir şeylər var. Burada da gəldim, baxdım, baxmağa yenə proşkalardır, cürbəcür. Düzü görək, mən bura uşaqlara hədiyyə almaq üçün girmişdim, amma axtardığımı tapa bilmədim. Əvvəl burada düzəltmə yapbozlar var idi, onu tapa bilmədim. Qızlar, bu deyəsən qol altı tərləməsin deyə qol altı su çəkicidir. Paltara yapışdırırsınız, suyunu çəkir, qoymur koftaları ləkələnməyə. Sonra ayağa geyinmək üçün ayaq ucu corablar var idi. O götürdüyümdə bilmədim nə idi. Deyəsən pərdələrin ortasını bağlamaq üçün idi. Tam belə bilmədim nədir. Sonra bunu ilk dəfə gördüm. Belə düymə dəstləri gətiriblər. İçərisində sancağı, düyməsi cürbəcür. Belə bir şeylərdir. Bunu da birinci səfər idi görürdüm. Sonra belə addelini iynələr var idi, saplar var idi, cürbəcür. Bir sözlə evə aid demək olar ki, nə axtarsa hamısını tapmaq olur. Keyfiyyəti o qədər super olmasa da yenə də pis olmur. Gedirəm tort ləvazimatlarını. Bura Azadlıqdakına yenə mələyə gəldim. Şanti dediyim kimi yoxdur. Şokolad alasıyam. Görün, mən istəyən şokoladdan olsa şokolad götürəcəm. Sonra yazmışam nə lazımdır, belə yadımdan çıxır. Gül almalıyam. Qalaca güllər almalıyam tortun üzəri üçün. Suni güllər inşallah olar. Qorxuram ki, o gülləri tapa bilməyim. Tortu da sabah səhər tezdən verməliyəm. İnşallah taparam. Çatdıq izi. Girim görüm nə tapıram, nə tapmıram. İşim də bir ələmdir. Onun arasında da çıxıb bunları alıram. Çünki dünən qərar verildi tortun formalarına necə olacağını. İnşallah burada olar. Axtardığım çiçəkləri burada tapmadım. Yenə də gəlmişkən sizə dedim, tort ləvazimatlarından biraz çəkiliş eləyim. Qızlar, buranın qiymətləri münasibdir. Ən azından getdiyim bir çox mağazalardan daha münasibdir. Burada ortaya xaladenik qoyublar. Mağazanın ümumi görünüşünü biraz dəyişiblər. Keçən səfər silikonlar arxa tərəfdə idi, baxmaq olmurdu. Adam istədiyini baxıb götürə bilmirdi. İndi keçiriblər biraz qabaq tərəfə, belə daha yaxşı olubdu. Silikonları axtarıb tapmaq daha asan olur. Belə şirin quşlar üçün gəlib var idi. Bir istədim onu axtarmalım. Sonra dedim hələ ki lazım deyil, lazım olandı götürərəm. Tortların kənarı üçün belə muncuqlar var. Tortun üzərləri üçün şamlar var. Gördüyünüz kimi arxada penaplaslar var. Burada mən əsas axtarırdım. Nə axtarırdım yadımdan da çıxdı. Damla şokolad üçün gəlmişdim. Şanti üçün gəlmişdim əsas. Onları axtardım. Bir də çiçəklər üçün. Burada da yenə cürbəcür kəsicilər, tortun üzərinə bəzək vurmaq üçün dekor alətləri var. Baxın, burada rəqəmlər var yuxarıda cürbəcür. Boylarda tortun kənarlarına, üzərlərinə yazmaq üçün. Burada da Novruz xonçaları var. Çalışdım qiymətini çəkim. Bu deyəsən 6 manat idi. Sonra digərlərindən də var. Hər mağazada olduğu kimi burada da Novruz aksesuarlarını ənənəyə uyğun olaraq gətiriblər. Qəşəng qəliblər var. Burada yenə silikon qəliblər var muz tortlar üçün. Sonra belə tortların kənarlarına sanki gül buketiymiş kimi eləyirlər. Bax, onlardan var. Onun da qiyməti deyəsən 4 manat 50 qəpik idi, səhv eləmirəmsə. Boyalar var, muncuqlar var. Mənə ağ muncuq lazım idi. Ona baxıram. Bir də qızlar, sizə nə deyim? Muncuq alanda çalışın kilo ilə alın. Çünki belə yığıb qoymuşdular. Bir dənəsi 1 manatdır. Mən də xanıma dedim ki, mənə kilo ilə ver də. Yəni mən istədiyim qədər götürüm, nə qədər olar. Sağ olsun, çəkdi, verdi.
götürdüm. İnansız 2 manat 20 qəpiklik götürdüm. O şokala mən 2 manatlıq götürsəm orada kalçuk qabların içərisində götürəcəkdim. Gəldim evdə qablarım boşalmışdı. Onların içərisinə tökdüm. Baxdım ki, onların yığdığına bərabər 4 manatlıqdır. Əslində 2 manat 20 qəpiklik idi. Yəni bir sözlə kilo ilə alanda daha çox sərf eləyir. Nəinki hazır onların çəkib qoyduqları ölçülərdə götürəndə. Burada da yenə Novruz aksesuarlarıdır, lentlərdir. Cürbəcür aşağı tərəfdə də Maltibandan oyuncaqlar var idi. Gəldim Sentralniyə. İnşallah taparam gülləri. Çox ümidsiz bir şəkildə axtarıram. Çünki suni güllər satan yerlər yoxdur. Bəlkə tort ləvazimatlarında olar. Gedim ora baxım. İnşallah taparım. Qısar Sentralində də buradadır. Diva mağazasının böyründədir, yanındadır tort ləvazimatları. Mərkəz o tərəfdə qaldı. Gedək görək burada varmı? İnşallah olar. Hava da yaxşıdır deyil. Hamı bayırdadır sanki. Gəlmişkən dedim buranın da tort ləvazimatlarını çəkim sizə. Burada da yenə muncuqlar var. Gördüyünüz o balaca qablardakı 1 manatlıqlardır. Boyalar var, kandulinlər var. Yenə çiçək boyaları. Bu ucluqlardan var. 1 manat 50 qəpiyə. Mənə bu ucluğun balacası lazımdır. Ona baxdım ki, görüm onun balacasını tapırammı? O ucluq çox gözəl qoyur balacası. Amma ki, olmadı, tapa bilmədim. Biraz baxdım. Sonra dedim, eybi yox, başqa vaxtı baxaram. Bir də qızlar, eyni zamanda bura İran mağazasıdır. İran şirniyyatları da var. Gördüyünüz kimi cürbəcür şirniyyatlar, ədviyyatlar var. Burada da qozlardır, fındıqlardır, yer fındıqlarıdır. Onları çəkdim. Sonra həmişə mən qəpik şokolad alırdım. Bu səfər buradakı qəpik xoşuma gəlmədi. Damla götürdüm. Baxdım ki, damla çox gözəl damladı. Həm dadı yaxşı idi. Həm də ki, əvvəllər alırdıq damlalar belə yumru daş kimi olurdu. Həm də ki, ağır olurdular. İndi bu götürdüyüm damla şokolad çox gözəl idi. Həm ağır deyildi, həm də ki, dadı südlü Alpengold kimi dadıyırdı. Çox xoşuma gəldi. Burada da yenə ləpələr var. Dediyim kimi, eyni zamanda bura İran mağazası olduğuna görə ləpələr var, cürbəcür konfetlər var. Daha bilmirəm buranın qiymətləri marketlərlə müqayisədə necədir. Belə lentlər var. Burada da cürbəcür rənglərdə, görünüşlərdə. Bunları həm də belə çəkirəm ki, belə tortum gəlsə, açım videoya baxım, görüm o lentdən burada varmı? Yəni ağlımda qalsın da. Qiymətlərinin də bəzilərinin qiymətləri də gördüyünüz kimi üzərinə yazılıb. Aşağıda da belə güllər var. Qızlar, içəridə müştəri çox idi. Növbə gözləyirdim. Gözləmişkən dedim sizə də çəkim. Burada da yeni il aksesuarlarıdır. Mənim o sevimli evlərimdəndir. Mənim bu qoyda olanımın altında işığı yox idi. Bunların işıqları var. Eyni zamanda biraz daha böyüydü mənim evimlə. Sonra belə gəvələr var idi. Novruz xonçalarını bəzəmək üçün cürbəcür suvenirlər, xonçalar. Bir sözlə hər şey var idi də. Girib buradan hər şeyi alıb çıxıb Novruz xonçasını tam hazırlamaq olar. Eyni zamanda içərisində ləpələr zadlar da var deyə. Yəni tam %100 hər şeyi buradan alıb çıxmaq olar. Əsasən bu balaca oyuncaqlar çox balaca görünürdü. Bu aşağıdakı böyüklər var ya bunlar. Məncə bunlar daha yaxşıdır xonça üçün. Onların da qiymətlərinə daha baxmadım. Gəldim tort ləvazimatlarından tez aldıqlarımı sizə göstərim. Bir dənə belə keç qəlibi aldım. 12 dənəlikdən 4 manat 50 qəpik idi. Gülüyə aldım bunu. Gül istəmişdi. Deməli gəlmişkən alım aparsın. Bunu da qopardaq gülməsin. Sonra qopardaram nəsə. Sonra məndən nəm salfetka istəmişdi. 1 manatlıq yerdən belə 3 dənə nəm salfetka götürdüm. Uşaqların əlini zadını silməyə maşında yaxşı olur. Uşaqlar balacadır. Bir də nə banuşuma belə
yapışqanlı şık aldım. Uşaqların hərəsinə bir dənə slime aldım. Düzü gərək bilmədim nə alım. Həm də tələsik çıxmışdım deyə tortlara görə. Hərəsinə bir dənə belə slime aldım. Oynadarlar. Bu Muradın. Bundan sonra burada salfetkalar. Sonra qızlar muncuq aldım. Belə. Bu böyük muncuqdan aldım. Sonra bundan aldım. Zaretkamda qutarır. Bir dənə bu kəpənəkdən aldım. Baxın. İçində bilmirəm neçə dənədir. Belə patkasını 3 manata götürdüm. Yəqin ki biri 50 qəpiyə gələr. 5-6 dənə idi içində. Sonra belə şanti. Bir dənə də şanti. Buralar o qədər doldu ki çıxardıb burada bir çıxarda bilmədim. 2 dənə şanti aldım. Çox yəqin ki biri işlənəcək. Bir də dedim evdə olsun. Burada dediyim kimi o qədər doldu ki işte şey eləyə bilmədim. Çıxardıb burada bir göstərə bilmədim. Dedim elə salafandan çıxardım. Yumurtalar, mikser, unun, pesokum hamısı bir-birinə qarışıb. Məlum məsələ 8 masa yaxınlaşır deyə. Belə qarışıqlıqdır. Bu da kəpənəklərim 9'una. İnşallah o tortun üzerine vuracağım. Böyle aldıklarım bu kadar. Yo bu kadar. Bu kadar değil ki. İnci ben mufsi salafanım hanı. Hanım hem cüllü salafanım. Bir tortun qabağı üçün yazıları çıxartdırdım. Bunları yazmaq mənim yarım günüm aparardı. Bir dənəsini çıxartdırdım. Belə xoşuma gəlmədi. Sonra bunu tekrar çıxartdırdım. Sonra güller aldım tortun üzeri üçün. Tortların üzeri üçün daha doğrusu. Bunların da birini 3 manatdan idi deyəsən. Baxın. Renklerin güzelliğine bakın. Bundan götürdüm, bundan götürdüm. Mavisinden götürdüm. 2 dənə ağ götürdüm. Çünkü ağ hamısından gedir kombinləmək olacaq. Bir de bunlara uygun belə yarpaq götürdüm. Qəşəngdir yarpaq da. Sonra şokolad aldım. Qəpik yox idi. Məcbur damla götürdüm. 2 dənə tort ləvazimatlarına getdim. İkisində də yox idi. Belə aldıqlarım bu qədər. İnansız təkcə tort ləvazimatlarına 33 manat birinə verdim. 26 manat da birinə verdim. Bunlar yox. Bunlar bu söhbətə daxil deyil. Ancaq bu gördükləriniz 33 bir verdim. Bu nə qədərdir bir görüm. Nə qədərdir? Hardadır? Görünmür. 26. 26 da biri verdim. Hələ ortada heç nə yoxdur. Ancaq bunlara. Qazandığımızın hamısı da şeylərdədir. Tort ləvazimatlarındadır. Tortçu olmaqdansa tort ləvazimatı mağazasının sahibi olmağı tercih edərdim. Ayrıca bunlar nədir? 22 manat 20 qəpik bu, 2 manat 20 qəpik də bu. Nə bilim belə. Balaca bir tortum var. Gerçi bu rəng burada özünü göstərmir. Qəşəng rəngdir. Rozvinin biraz sarıya çalan rəngidir. Hə qızlar, onu deyirdim. Krem tam özünü göstərmir. Qəşəng rəngdir əslində, amma ki burada rəngini vermir. Necə eləyirəmsə də rəngini göstərmir. Belə burada çox solğun bir rəng kimi düşür, amma qəşəng rəngdir. Balaca bir tortumuz var. Onu sıvayacağım. Sonra sobada bir dənə biskvit var. Onu qoymuşam, o pişir. Hər yerdədir. Bir dənə də biskvitim var. Eyni adamın biskvitləridir. Bu hədiyyədir. Bunlar. Sonra bunu çalacağım. Buralarda hər yerdə. Mən də belədir də. Evə qonaq gələcəksə tort gəlir. Evdə sakitçilik olursa tort olmur. İndi qonağım olacaq deyə 2 dənə tort gətirdim. Keçən səfərdə onlar gələndə 2 dənə tortum var idi. İndi yenə də var. Eybi yox. Onlar gələnə qədər belə özümə söz verdim ki, tez onlar gələnə qədər hazırlayım, qutarım.
İnşallah görüm təhvil verə bilirsəm. Axşam verərəm, verə bilməsəm də sabah verərəm. Padlonu özüm düzəltdim. Ona görə bunlar buralardadır. Bunları da yerinə qoyum. Belə, bu da gözləyirəm pişsin. Budilnik qoymuşam. Buralarda buxarı çıxdıqca batırıb buraları. Gərək qutaranda bunu da siləm, təmizləyim. 24 dəqiqəsi qalıb biskvitimizin qəşəng köpübdür. 23 diametrdə 8 yumurtanı qoymuşam. İnşallah pişsin. Çıxanda da çalışıram, çəkim göstərim. Keçək bunu hazırlamağa. Tortun üzərinin yazısını yazıram. Xət qoyuram bıçaqla. Amma ki, sonra baxdım ki, bıçaqla qoyduğum xət ortada qaldı. Sadəcə əlimlə yazdım, keçdim. Üzərinin yazısını da qızlar südlü şanti ilə yazdım. Bir də belə balaca ürəkləri var idi tortun. Belə sadə, qəşəng bir tort idi. Bunu qaynım qızı üçün bişirmişdim. Hədiyyə bişirmişdim. Kənarlarında da belə ürəkləri var idi. Tortun görünüşü belə idi. Özünə gözəl bir tort seçmişdi. Sadə və görünüşü çox super bir tort. Son görünüşü də belə oldu. Xanımlar, dediyim kimi rəngi çox gözəldir, amma burada rəngini vermir. Hələlik qızlar, bu günlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Sağ olun, sağlıqla qalın, Allaha əmanət olun.